Salam, bu gün sizinlə 20 variant sınaq imtahanı kitabından sınaq 1-in sınaq 1-də verilən sualların video izahını bölüşəcəm. Birinci sualda maddələr verilib bizə X, Y və Z maddələri və onların həm ərimə, həm də qaynama temperaturları göstərilir və deyilir ki, hansı temperaturda hər üç maddə eyni aqreqat halında olmalıdır. Belə suallarda ayrı-ayrılıqda da baxmaq olar, ümumi kompleks şəkildə də suala baxmaq olar. Ümumi şəkildə necə baxmaq olar? Ümumi şəkildə baxdığımız zaman ilk öncə ərimə temperaturlarından ən yüksək olanını götürürük. Ən yüksək ərimə temperaturuna malik X-dir və 20 dərəcədir, müsbət 20 dərəcədir. Daha sonra qaynama temperaturlarından isə ən minimum olana baxırıq. Ən minimum olan müsbət 80 dərəcədir, yəni Y-dir. Və deyir ki, hansı temperaturda hər üç maddə eyni aqreqat halındadırsa, onda müsbət 20 dərəcə ilə müsbət 80 dərəcə arasında olan bir temperaturu götürmək lazımdır. Onda da doğru cavab Y variantı olacaq. Ayrı-ayrılıqda buradakı temperaturların hər birinə görə maddələrin aqreqat hallarını yazıb daha sonra cavabı tapmaq da olar. Amma ən qısa yolu yəni bu şəkildə kompleks yanaşaraq sualı həll etmək mümkündür. İkinci sualda hansı qarışıqlar distillə üsulu ilə ayrılır deyilir. Distillə üsulu bir-birində həll olan maye qarışıqlarının ayrılmasına əsaslanır. Maddələrin deməli qaynama temperaturlarının fərqinə əsaslanır. Burada etil spirti ilə suyu distillə üsulu ilə ayırmaq olar. Benzinlə suyu distillə üsulu ilə ayırmaq olmaz. Xörək tuzu ilə su olmaz. Sirkə turşusu və su qarışığını isə distillə üsulu ilə ayırmaq mümkündür. Doğru cavab 1-4-D variantı. Üçüncü sual hansı elementin valent elektronlarının sayı ümumi elektronların sayının 75%-ni təşkil edir deyilir. Burada doğru cavab oksigen olacaq. Oksigen üzərindən də getmək olar. Oksigenin 8 elektronu var cəmi. Onun 6-sı valent olduğuna görə 8-də 6 yazacaq. O da 75%-ə bərabərdir. Magnezium niyə olmaz? Magneziumun 12 elektronu varsa ümumi olaraq onun cəmi 2 elektronu valentdir. 3s2-də olan elektronlar valent elektronlardır. Valent elektron anlayışındakı bilirik ki, xarici energetik səviyyədə olan elektronlar valent elektronlardır. B variantında karbonun 6 ümumi elektronu var, onun 4'ü valentdir. Kalsiyumun 20 elektronu varsa onun ikisi valent elektronudur, 4s2. Kükürdə 16 elektron varsa ümumi onun 6'sı valentdir. Yəni bunların heç biri 75%-ə bərabər deyil, yalnız oksigende 8'də 6 olduğuna görə 75%-ə bərabərdir. Üçüncü sualın doğru cavabı Y variantı. Dördüncü sual. X və Y-dən əmələ gələn Z maddəsinin formulunu bizdən tələb edir. X-in elektron konfigurasiyası 3s1-dir, Y-də isə 3s2, 3p4-dür. Deməli, X yerləşir birinci qrupda, Y yerləşir 6-cı qrupda. İndi burada birləşmə əmələ gələn zaman birinci qrupda yerləşdiyinə görə 1 valentli, 6-cı qrupda yerləşir və 2 tək elektronu olduğuna görə deməli 2 valentli olmuş olacaq. Valentliyə görə formulu tapdığımız zaman da formul X2 Y şəklində olacaq, yəni A variantı. 5-ci sual. Qarışıqların ayrılma üsulları hansı halda deməli doğrudur? Deməli, neft su və bitki yağı su bir-birində həll olmayan maye qarışıqları olduqlarına görə onları biz ayrıcı qıb vasitəsilə ayıracağıq. Gil su deməli süzmə üsulu ilə ayrılacaq. Etil spirti su isə distillə üsulu ilə ayrılmış olacaq. Burada da doğru cavab olacaq deməli B variantı. 6-cı sualda deməli nə deyilir? CnH2NO maddəsi verilir. Burada karbon kütlə payı 40%-dir. Karbonun kütlə payı deməli bizə 40% verilib. Biz buradan N-i tapmalıyıq. Bunun ümumi kütləsini hesabladığım zaman yazıram ki 12N, çünki karbonun bir atomunun kütləsi əgər 12-dirsə, N dənə karbon atomunun kütləsi də 12N olmuş olacaq. 12N plus hidrogenin bir atomunun kütləsi 1-dir, 2N qədəri də 2N olmuş olacaq. Oksigen bir atom olduğuna görə onun da kütləsi 16-dır. Karbon kütlə payını istəyir. Bu ümumi kütlə idi. Bu kütlənin cəmi 12N qədəri karbon olduğuna görə 12N yuxarıda yazıram.
40%-ə bərabərdir və yaxud da mən bunu qısa tənlik olsun deyə, yəni rəqəmlər daha rahat olsun deyə 5-də 2 şəklində yazıram. Bir növ 100-ə vurub 40-a da bərabərləmək olar. Daha sonra riyazi hesablamalar aparıb axırda yenə 5-də 2-yə gəlib çıxacaq. Bunu hesabladığımız zaman 60n bərabərdir 24n plus 4n plus 32. En sonunda 32 n bərabərdir 32-yə. N də bərabərdir 1 olmuş olacaq. Bu da doğru cavab B variantıdır. 7-ci sual. 7-ci sualda bizə nə deyilir? Ağ fosfor, deməli, ozon, oksigen verilib bizə və onların atom sayları. Onların atom sayları. Deməli, ağ fosforun formulu P4 şəklindədir. Ozonun formulu O3 şəklindədir. Oksigenin formulu isə O2 formasındadır. Atomların sayları hamısında eyni olmalıdır. Fosforun bir molekulunda 4, ozonun bir molekulunda 3, oksigenin bir molekulunda 2 atom var. Əgər atomların sayı bərabər eləyirsə, bunların ən kiçik ortaq bölünənini, yəni əkobun, səhv eləmirəmsə, əkob olmalıdır. Əkobunu tapırıq, o da 12-yə bərabərdir. Yəni 12 həm 4-ə, həm 3 həm də 2-yə bölünür. Bunlar 12 atoma gətirmək lazımdır. 12 atom eləmək üçün fosforun 3 yazıram qabağına, 12 atom olur. Oksigenin qabağına 4 yazıram. Daha ozonun qabağına 4 yazıram, oksigenin qabağına da 6 yazmış olacam. Bunlar uyğun olaraq bizdən tələb olunan mol saylarıdır. İndi əgər ozonun qabağında burada 4 verilib bizə. Bu şərt ödənir də, elə deyil. Bu şərt ödənirsə, deməli hər birinin atomlarının sayı 12 olmalıdır. Onda x-in qiyməti 3, y-in qiyməti də 6 olmuş olacaq. 3 və 6-nın cəmi də bizə deməli 9-u verəcək. Doğru cavab D variantı. 8-ci sual, deməli maddə verib bizə. Həmin maddədə deməli deməli həmin maddədə oksigenin və hidrogenin kütlə payları. Oksigenin və hidrogenin kütlə payları. Bir baxaq sualında. Deməli burada bizə verilib mis OH2. Mis OH2-nin kütləsini tapasaq əgər, yəni nisbi molekul kütləsini tapmalıyıq ki, həmin maddənin tərkibində həm oksigenin, həm də hidrogenin kütlə payını uyğun olaraq müəyyənləşdirə bilək. Mis OH2-nin emeri bərabərdir 98-ə 64, o da deməli 34, 98 eləyəcək. Eyni zamanda sulfat turşusunun, yəni H2SO4-ün nisbi molekul kütləsi də 98-ə bərabərdir. Artıq burada emerlər bərabər olduğuna görə biz oksigenin və hidrogenin kütlə paylarını tapmaq üçün onların uyğun olaraq həmin maddədəki kütlələrinə baxmalıyıq. Məsəl üçün, əgər misdə baxdığımız zaman, misdə baxsaq əgər, misdə 98 qramında 32 qram oksigen var. Hidrogen isə nə qədərdir? 2 qramdır. Gəldi sulfat turşusuna. Sulfat turşusunun deməli 98 qramında 64 qram oksigen var. Hidrogen də 2 qramdır. İndi bizə burada verilən rəqəmlərə görə, yəni A, B, C, D-yə görə elə bu kütlələrlə ifadə edə bilərik. Yəni əgər əgər deməli oksigenin mis hidroksiddə oksigenin kütlə payıdırsa, onda A-nı bura yazıram. Deməli C bura gələcək, B bura gələcək, D də bura gələcək. Baxırıq bura. B ilə D bir-birinə bərabər olacaq. Yəni ikinci variant. Çünki hər iki 98 qramda 2 qram hidrogen var. Deməli, kütlə payları da bərabər olmalıdır. Amma hər iki 98 qramın içərisində həm mis 2 hidroksidin, həm sulfat turşusunun 98 qramlarında oksigenin kütlələri fərqlidir. Mis 2 hidroksiddəki oksigen kütləsi daha azdır, amma sulfat turşusunda oksigenin kütləsi daha çoxdur. Oksigenin kütləsi daha çox olduğuna görə onun kütlə payı da daha çox olacaq. Yəni A əgər 32-dirsə, C əgər 64-dürsə, onda C 2A-ya bərabər olmalıdır ki,
Burada verilən variantlarda da var o. Bir. Yəni doğru şəkildə götürə bilərik bunu. Kütləsi 2 dəfə az olduğuna görə kütlə payı da 2 dəfə az olmuş olacaq. Burada da doğru cavab olacaq. Deməli 1 və 2. 9-cu sual. Dövri sistemin verilmiş hissəsinə əsasən əsas yarım qrup elementlərinin elektronmənnəfliklərinin artma sırasını müəyyənləşdirin. Dövri sistem cədvəlində elektronmənnəflik soldan sağa deməli artır, bir də aşağıdan yuxarıya doğru deməli artır. Soldan sağa və aşağıdan yuxarıya doğru artırsa, deməli ən yüksək elektronmənnəfliyə malik olan Y-dir və artma sırasında istəyirsə, Y ən sonda gəlməlidir. Deməli A variantı, Y variantı və C variantları yanlışdır. Bizdə yalnız B və D variantları qalır. Ən kiçik olan da X olacaq. Çünki ən solda və ən aşağıda yerləşənlərdəndir. Ona görə də X ən kiçik olacaq, Z isə orta mövqedə olmuş olacaq. Doğru cavab B variantı. 10-cu sual. X, Y, O4 verilib bizə. Oksigen, deməli, kütlə payları. X-in kütlə payı 2A, Y-in kütlə payı A, oksigenin kütlə payı da 2A olaraq verilib. Deməli, X, Y, O4-ün içərisində, X, Y, O4-ün içərisində kütlələrə baxa bilərik ki, kütlələrlə gedə bilərik. Oksigenin kütləsi, oksigen 4 dənə olduğu üçün 64-dür. Elə kütlə payını burada da 64 olaraq yazıram. Əgər 2A 64 qram, 2A 64 qramdırsa, onda buradakı 2A da 64 olacaq. Əgər 2A 64-dürsə, A onda 32 olmuş olacaq. Bunların cəmi bizə 160 verəcək, nisbi molekul kütləsinə bərabər olar. Atom modelinə uyğun olanları müəyyən edin deyilir. Deməli, bu atom modelinə görə biz elektron konfiqurasiyanı qurmalıyıq. Birinci energetik səviyyədə 2 elektron var, yəni 1s2. İkinci energetik səviyyədə 5 elektron var, yəni 2s2, 2p3 olmuş olacaq. Bunlar 2-dir. Bir kənarda qalanlar da 3 olmuş olacaq. Daha sonra, deməli, burada normal halda cütləşməmiş elektronların sayını istəyir. Cütləşməmiş elektronlar buradakı P elektronlarıdır. 3 ədəddir. Yəni A variantı və D variantları yanlışdır. Valent elektronların sayı xarici energetik səviyyədə olan elektronların sayıdır. Yəni ən kənarda olan xəttdəki elektronların sayıdır. O da 5-ə bərabərdir. Y variantı yanlışdır. Deməli, tam dolmuş orbitalların sayı 2-yə bərabərdir. Həm 1s-də, həm də 2s-də olan elektron orbitalların sayı 2-dir. Burada doğru cavab C variantı olmuş olar. Saf maddəni müəyyən edin deyir. Saf maddələrin formulları var. Etil spiritinin formulu olduğu üçün B variantında doğru cavab olmuş olacaq. Poladın formulu yoxdur, çubuğunun formulu yoxdur, benzin və neftin də formulları yoxdur. Və maddə verib kütlələri və atom saylarının kütlələri eynidir. Bu zaman atom saylarının deməli nisbəti tələb olunur. Deməli, SO2-nin kütləsi 64-dür, oksigenin kütləsi isə 32-dir. Kütlələrinin bərabər olması üçün mən məcburam ki, oksigendən 2 mol, SO2-dən isə 1 mol götürüm ki, hər ikisinin kütləsini 64 olaraq nəzərdə tutaq. Onda atomların saylarını hesablasaq, 64 qram SO2-də deməli 3 Na qədər atom var. 64 qram oksigendə isə deməli 4 Na qədər atom olmuş olacaq. Deməli, 3-ün 4-ə olan nisbətini istəyir bizdən. O da 0,75-ə bərabər olar. Fiziki hadisəni müəyyən edin deyilir. Azotdan amonyakın alınması təbii ki, kimyəvi prosesdir. Kağızın yanması, yanma kimyəvi prosesdir. Südün turşuması kimyəvi prosesi, neftin krekinqi kimyəvi prosesdir. Amma havadan azotun alınması fraksiyalı distildədir. -196 dərəcədə alınır. Bu, deməli, fiziki prosesdir. Fiziki hadisədir və yaxud da. Maddə verilib bizə, bir molekulunun kütləsi 30 bölünsün Na-dır, X hansı maddələr ola bilər? Maddə miqdarının 2 dusturu vardır ki, onları bir-birinə bərabərləşdirməliyik. M bölünsün M-in bərabərdir. M bölünsün Na-ya olan nisbəti şəklində bunu yaza bilərik. Bir molekulunun kütləsini verib bizə, yəni bir molekulunun kütləsi, baxın, bu yuxarıdakı bir molekulunun kütləsidir. Bu isə nisbi molekul kütləsidir aşağıda. Maddənin kütləsidir. Deməli, burada əgər bizə verilən bu 30,
Bu 30. Bir de N'in qiyməti burada 1-dir. N'in qiyməti 1-dir, çünki 1 molekul dediyinə görə say olaraq 1 götürürük. Bu 30 burada deməli M-in yerinə yazılmalıdır. M-in yerinə yazılmalıdır. Bu zaman M bərabərdir 30 bölünsün NA alınır. 30 bölünsün NA-nın alınma şərti də belədir ki, nisbi molekul kütləsi 30-a bərabər olanları seçməliyik. Nisbi molekul kütləsi 30-a bərabər olanlar bir NO-dur, bir C2H6-dır. Oksigen 32-dir, olmayacaq. CH4 16-dır, olmayacaq. Doğru cavab D variantı. 16-cı sual hansı elektron formulu atomun normal halına uyğundur deyilir. 1s1, daha doğrusu 2s1, 2p3 şəklində verilən elektron konfigurasiya yanlışdır. Çünki 2s səviyyəsi tam dolmadan 2p-yə keçirilib. Bu yanlışdır. Deməli, C variantında P səviyyəsi, P yarım səviyyəsi tam dolmadan D-yə keçirilər. Bu da yanlışdır. S dolmadan digərləri dolub. Yanlışdır. P dolmadan D-yə keçiblər. Yanlışdır, amma Y variantı doğrudur. S tam dolub, daha sonra P yarım səviyyəsi doldurulub elektronlarla. 17-ci sual Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyilir. Mis verilib bizə, dəmir verilib. Deməli, elektron konfigurasiyalarını yazmalıyıq ki, onların elektron saylarını müəyyənləşdirək. Elektron konfigurasiyalarını yazsaq, misdə 4s1 mis istisnaydı, 29 və 24 xrom istisnadır bunlar. 3D 10 şəklində yazılmış olacaq. Amma dəmirdə isə normal qaydada 4s2, 3D 6 şəklində yazılmış olacaq. 12P elektronu hər ikisində var. 1s2 var, 2s2 var, bir də 3s2 var. Bir dəqiqə üzr istəyirəm, P elektronları deyir. 2p6 var, 3p6 var. Yəni başqa P yarım səviyyəsində elektron olmadığına görə 12p elektronu olmuş olacaq. 7s elektron varsa bu misə aiddir. 1s2, 2s2, 3s2 və 4s1 misə aiddir. Bir cütləşməmiş elektronu var deyilirsə, deməli yenə də misə aiddir bu. 4 cütləşməmiş elektronu olan 3D yarım səviyyəsində dəmirin 3D yarım səviyyəsindəki 4 elektron nəzərdə tutulur. 4 də buraya gələcək. 2, 3, 1, 4. Doğru cavab C variantı. 18-ci sual ərimə və qaynama temperaturları verilib X maddəsinin. Suda yaxşı hal olan X maddəsi üçün hansı ifadə doğrudur deyilir. 0 dərəcədə qaz halındadır. Xeyr, qaz halında olması üçün deyək qaynama temperaturundan yüksək temperatur verilməli idi. 0 dərəcədə maye halındadır. 0 dərəcədə bərk haldadırmı? Xeyr. Mənfi 40 dərəcədən kiçik temperaturda bərk halda olacaq. Su ilə qarışıq distillət üsuluyla ayırmaq olur. Suda yaxşı halda olan olduğu üçün mümkündür. Doğru cavab C variantıdır. Qarışıq maddə deyil, sabit ərimə və qaynama temperaturuna malikdirsə, saf maddədir, qarışıq deyil. Adi şəraitdə bərk haldadırmı? Xeyr. Yəni adi şəraitdə maye halda olmuş olacaq. Doğru cavab C variantı. Kalium ionunda olan P elektronlarının sayı S elektronlarının sayından neçə dəfə çoxdur? Elektron konfigurasiyasını yazsaq 1s2, 2s2, 2p6, 3s2, 3p6 şəklində olmuş olacaq. Kalium 19 müsbət ionunda 18 elektron olur. 18 elektrona uyğun elektron konfigurasiyada bu şəkildədir. 1s2, 2s2, 2p6, 3s2 və 3p6 şəklində. Deyir ki, P elektronlarının sayı S elektronlarının sayından neçə dəfə çoxdur. P elektronlarının sayı 12 ədəddir. P elektronlar. S elektronlarının sayı isə deməli 6 ədəddir. S elektronlar 6 ədəddir. Bu zamanda 12, 6 cəmi 2 dəfə çox olmuş olacaq. 19-da doğru cavab D variantı. 20-də deməli bizə X bir müsbət iyonu verilib. Aldığı elektronların sayı, verdiyi elektronların sayı, alınan hissəcik. X müsbət bir iyonu əgər 2 elektron alarsa, o zaman onun yükü 2 dəfə azalacaq. X mənfi 1-ə düşəcək. Əgər 4 elektron verərsə, bu zaman 4 dənə müsbət, sanki 4 mənfi yükü özündən atacaq. 4 mənfi yükü atacaqsa, X 3 müsbətə gəlmiş olacaq. N-in qiymətli olacaq müsbət 3. 21-ci sualda elementlər və qısa elektron formulları verilib, atom radiuslarının artma sırası deməli, tələb olunur bizdən.
Bunlar hər biri üçüncü dövrdə yerləşir. Üçüncü dövrün birinci yarım qrupunda, daha çox birinci qrupunda, e, beşinci qrupunda və yedinci qrupunda. Əgər atom radiusları soruşursa bizdən, atom radiusları soruşursa, atom radiusları soldan sağa doğru azalır, azalır. Soldan sağa doğru elementləri qoysaq, x, y və z şəklində olmuş olacaq. Artma sırasını istədiyinə görə artıq əksinə götürürük. Z, y, x şəkildə, yəni A variantındakı kimi. Deməli, gəldi 22-ci suala. Metalın kütlə payını bizdən tələb edir. Kalium bromid, natrium bromid və kalium xloridin tərkibində. Burada ümumi kütləyə görə hesablamaq da olar. Ayrı-ayrılıqda da baxmaq olar maddələrə. Gəlin A ilə B-ni ilk öncə müqayisə eləyək. A ilə B-ni müqayisə eləsəm, hər ikisinin tərkibində brom var. Hər ikisinin tərkibində brom olsa, onda metala baxmalıyıq. Metala baxdığım zaman görürəm ki, kaliumun kütləsi daha çox olduğu üçün natriumun kütləsindən, natrium kütləsi 23-dür, kalium 39-dur. Kalium kütləsi daha çox olduğu üçün kaliumun kütlə payı, yəni kalium bromiddəki metalın kütlə payı natrium bromiddəki metalın kütlə payından daha çox olmuş olacaq. Yəni A B-dən daha böyükdür. A-nın B-dən kiçik olduğu variantları çıxıram. Qaldı B və A variantları. İndi A ilə C-ni müqayisə edirəm. Orada metalların kütlələri, metallar eynidir. A ilə C-də metallar eynidir. Həm kalium bromiddə, həm də kalium xloriddə kalium metalı var. Amma e, metal olmayan hissə artıq fərqlidir burada. Burada artıq həm broma, həm də xlora baxmalıyam. Bromun kütləsi 80, xlorun kütləsi 35,5-dir. Və bizdə metalın kütlə payını tələb etdiyinə görə metaldan fərqli olan maddənin kütləsi daha azdırsa, həmin birləşmədə metalın kütləsi, yəni kütlə payı daha doğrusu, daha çox olmuş olacaq. Yəni təsəvvür edin, bir 35,5 ilə 39 qram kalium birləşir, bir də 80 qram maddə ilə, elementlə 39 qram kalium birləşir. Yəni, təbii ki, birinci halda metalın kütlə payı deməli, ən çox olmuş olacaq. Ona görə də burada da C-nin qiyməti A-nın qiymətindən böyükdür və burada da doğru cavab 22-də olmuş olacaq B variantı. 23-də bizə deməli, həcmləri verilib NO-nun və amonyakın atomlarının sayları verilib. NO-nun həcmi verilməyib, NO-nun həcmini tapmaq tələb olunur. Amonyakın 22,4 litrində, 22,4 litrində, yəni 1 molunda atomların sayları 4 Na-ya bərabərdir. 4 Na-ya bərabərdir. Əgər amonyakda A qədər atom varsa, NO-da 2A qədərdir. Düzdür. Onda 4 Na qədər əgər amonyakdadırsa, 8 Na qədər də NO-da olmuş olacaq. NO-nun əgər 1 molunda 2 Na qədər atom varsa, bu 8 Na qədər atom onda onun 4 molunda olmuş olacaq. Düzdür. 4 molunda olmuş olacaq. 4 mol qazın həcmi də 89,6 litrə bərabərdir. Deməli, burada bizə nə verilib? Okay. 0,4 mol bizə NX-OY birləşməsi verilib. Həmin birləşmədə 32 qram oksigen var, 11,2 qram da azot var. 1 molekulunda olan atomların cəmini hesablayaq. Yaxşı. Əgər bu birləşmənin 0,4 molunda 32 qram oksigen varsa, bəs oksigen atomu yazaq. 32 qram varsa, onda bunun 1 molunda nə qədər olacaq? X. X bərabərdir buradan tənasüb hesabladığımız zaman 80 qram oksigen olmuş olacaq. Oksigenin bir atomunun kütləsi 16-dırsa, onda 5 atomunun kütləsi bizə 80 vermiş olacaq. Deməli, oksigenin 5 ədəd olduğunu tapdıq. İndi azota baxıram. Əgər birləşmənin 0,4 molunda 11,2 qram azot varsa, onda onun 1 molunda x qram qədər deyək də, azot olmuş olacaq. Buradan da x-in qiyməti bərabərdir 28 qrama. Azotun bir atomunun kütləsi 14 qramdırsa, onda 28 qram olması üçün 2 azot atomu lazımdır. Yəni, birləşmənin formulu N2O5-dir. Deməli, bir molekulunda olan atomların cəmini tələb edir. 2 azot, 5 oksigen atomunun cəmi də 7-yə bərabər olmuş olacaq.
Hansı maddələrin keyfiyyət tərkibləri eynidir? Keyfiyyət tərkibi deyəndə ə, atomlar, elementlər tələb olunur. Elementlər tələb olunur. Dəm qazının formulu CO şəklindədir. Kvars qumunun formulu silisium dioksid şəklindədir. Quru buzun formulu CO şəklindədir. Kükürt dioksidin formulu SO2 şəklindədir. Keyfiyyət tərkibləri deyəndə eyni element atomlarından əmələ gəlmiş birləşmələr tələb olunur. Burada da doğru cavab 1 və 3 olacaq. Çünki hər ikisinin ümumi formulu CO-dur. 26-cı sualda deməli X3 mənfi ionundan X3 müsbət ionuna keçəndə nə dəyişmir, tələb olunur. Təbii ki, elektron verilib burada. Artıq mənfi yükü azalıb, müsbət yükü artıbsa elektron verilib. Yəni mənfi yükü atıb özündən X atomu. Ona görə də atom radiusu deməli azalacaq. Atom radiusu azalır. Proton sayı dəyişmir, elektron sayı azalır, neytron sayı dəyişmir. Dəyişməyənləri tələb etdiyinə görə doğru cavab 2 və 4 olmuş olacaq. 27-ci sual kiçik dövr elementləri üçün uyğunluğu müəyyən edin. Kiçik dövr dediyinə görə burada kiçik dövrümüz 3 dənədir. 1, 2 və 3-cü dövrlər kiçik dövrlərdir. Digərləri böyük dövrlərdir. 7-ci dövr isə tamamlanmamış dövr olaraq adlandırılır. X 3-cü dövrdə 3-cü qrupda yerləşirsə, onda elektron konfiqurasiyası 3s2, 3p 1 şəklində olacaq. 1y. 2. Deməli, y verilib bizə. Y 5-də yerləşirsə 3s2, 3p 3 şəklində olacaq. Və z d-də yerləşirsə, z 7-də yerləşirsə, onda 2s2, deməli 2p 5 şəklində olmuş olacaq. Çünki z 3-cü dövrdə yerləşmir, 2-ci dövrdə yerləşir. Ona görə də 2s2, 2p 5 olacaq. Yəni B variantı deyil, A variantı olmalıdır burada. 28-ci sual növəsində 24 proton olan elementin normal halda cütləşməmiş elektronlarının sayını və bu elementin dövrü sistemdə deməli, qrup nömrəsini müəyyənləşdirin deyilir. Deməli, bunu necə yazacaq? Burada bir istisna var ki, sıra nömrəsi 24 və 29 olan elementlərdə istisnamız vardır bizim. Normal halda 24 protonu varsa əgər bir elementin 24 elektronu da olmuş olacaq. 24 elektronlu element üçün elektron konfiqurasiya bunun əvvəldə var. 3s2, 3p6, 4s1 və 3d5 şəklində yazılır. Bu xrom elementidir təbii ki. Xrom elementi verilir bizə 24 olaraq. Elektron konfiqurasiyası bu şəkildədir. Normal halda cütləşməmiş elektronların sayını tapsaq, 6 cütləşməmiş elektron var, birin doğru cavabı. Bu elementin dövrü sistemdə qrup nömrəsini müəyyənləşdirin deyilirsə, elə 6-cı qrupda yerləşmiş olacaq. – 29-cu sual. 29-da bizə deməli nə verilib? Kükürdün birləşmələrdəki elektron konfiqurasiyaları tələb olunur. Baxırıq burada. Deməli, SO2 valentliklərinə birinci baxmalıyıq, kükürdün valentliyinə baxmalıyıq. SO2-nin tərkibində kükürdün valentliyi 4-dür. S-6-da isə 6-dır. Kükürdün 4 valentli olduğu hala uyğun elektron konfiqurasiyası necə olacaq? Yazacağıq 1s2, 2s2, 2p6, 3s2, 3p. Kükürd 16-dır. Normalda 3s2, 3p4 olmalıdır. Amma 3p3, 3d1 şəklində olacaq ki, bunun xarici yeniliklik səviyyəsində 4 tək elektronu olduğuna görə, baxın, buradakı tək elektronlar 3p və 3d-də olan elektronlardır ki, bunlar 4 tək elektron olanda kükürd deməli 4 valentli olmuş olacaq. Deməli 1-də doğru cavab bu şəkildədir. 2-də isə yazırıq 1s2, 2s2, 2p6, 3s 6 valentli olacaqsa, onda 3s-dəki cüt elektron da artıq təkləşəcək. 3p3, 3d2 şəklində bir elektron konfiqurasiyaya malik olacaq. Buradakı valentli isə 3-cü deməli, yeniliklik səviyyədə yerləşən bütün elektronlara görə yaranır.
6 tək elektron olduğuna görə burada kükürt 6 valentli olmuş olacaq. Qısa elektron formulunu istəyirsə, sadəcə 3s-dən bu yana verilən hissəni də yazmaq olar. Sadəcə izah olsun deyə mən tam yazdım. 30-cu sual. 30-cu sualda nə deyilir bizə? Əsas yarım qrup elementləri göstərilib. X-in hidridinin formulunu yazın. X-in Y-lə əmələ gətirdiyi birləşmənin bir molekulunda protonların sayını müəyyən edin deyilir. Deməli, bunu necə yazacağıq? İlk öncə onların elektron konfigurasiyalarını da müəyyənləşdirib yazmaq olar. X sıra nömrəsi 12-dirsə, deməli bu yerləşir 3-cü dövrdə və 2-ci qrupda. 3s2 olduğuna görə 3-cü dövr 2-ci qrupda yerləşmiş olacaq. Əgər bu 2-ci qrupdursa, bu 3-cü qrupdur, bu 4-cü qrupdur, bu isə 5-ci qrupdur. Onda Y yerləşir 2-ci dövrdə 5-ci qrupda, yəni 2s2, 2p3 şəklində bir elektron konfigurasiyaya malik olacaq. İlk öncə X-in hidridinin formulunu tapmalıyıq. X 2-ci qrupda yerləşir, 2 valentlidir. Onda hidridinin formulu XH2 şəklində olacaq. Deməli, X-in Y-lə əmələ gətirdiyi birləşmənin bir molekulunda proton saylarını bizdən soruşur. X-in Y-lə əmələ gətirdiyi birləşmənin formulu